Salam, xəbərin brendi günün trendi efirdədir. Bugün noyabrın 20-si Ağdam şəhəri günüdür. Azərbaycanın vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub və orada bayrağımız ucaldılıb. Prezident İlham Əliyevin ötən il iyulun 31-də imzaladığı sərəncama əsasən hər il noyabrın 20-sində Ağdam şəhəri günü təntənəli şəkildə qeyd edilir. Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının 5-ci il dönümü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib. Öz torpağımızda yaşayırıq. Bir də sübut etdik ki, bu torpaqların sahibi bizik. Çünki biz dağdan yox, biz qurub yaradanıq və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Yaşasın Ağdam, yaşasın Azərbaycan. Bugün Azərbaycanın müstəqillik tarixinin ən faciəli hadisələrindən birinin 34-cü il dönümüdür. 1991-ci il noyabr ayının 20-sində Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsus 1008 hərbi helikopteri erməni silahlı dəstələri tərəfindən vurulmaqla növbəti terror hadisəsi törədilib. Helikopterin vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar. Həlak olanlar arasında Azərbaycan Respublikasının dövlət katibi Tofiq İsmailov, Baş prokuror İsmət Qayıbov, sabiq Daxili İşlər Naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, Baş nazirin müavini Zülfü Hacıyev, Prezident aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası Daxili İşlər Nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Ali Mustafayev də var idi. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub. Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva rəsmi Instagram hesabında yeni klinikada robotik reabilitasiya və sümük iliyi transplantasiya mərkəzlərinin açılış mərasimindən paylaşım edib. Rusiya Prezidenti Vladimir Putin Moskvada 10-cu Jony Beynəlxalq konfransında iştirak edib. Rusiyanın Sberbank bankının baş qərargahında keçirilən tədbir zamanı Putinə Green adlı humanoid robot təqdim edilib. Bu zaman Putinlə robot arasında maraqlı dialoq qeydə alınıb. Belə ki, Green Rusiya lideri üçün rəqs etməyi təklif edib və bir neçə saniyəlik rəqs hərəkətləri göstərib. Putin isə cavabında rəqsi bəyəndiyini bildirib və təşəkkür edib. Салют, включи мой любимый трек. Уважаемый Владимир Владимирович, благодарю за внимание. Приглашаю посетить нашу выставку. Я буду ждать вас на своем стенде. Разрешите идти? Спасибо большое. Разрешаю. Уважаемый Владимир Владимирович, уважаемые коллеги, добрый день. Göygöldə ölümlə nəticələnən ağır yol qəzası olub. Qəza Gəncə-Şəmkir yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Mercedes markalı avtomobilin idarəetmədən çıxaraq divara çırpılması nəticəsində sərnişin qismində olan 18 yaşlı Hikmət Vəlizadə və avtomobilin sürücüsü 35 yaşlı Əhliman Ramiz oğlu aldıqları xəsarətdən hadisə yerində həyatlarını itiriblər.
Baksol yolu ərazisində yolun çökməsi nəticəsində kanalizasiya xəttinə düşən 27 yaşlı Cümşüd Cümşüdlünün ölümü ilə bağlı başlanmış cinayət işi istintaqı başa çatıb. Hadisə ilə bağlı Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza bərpa üzrə sahə rəisi Azər Cümşüdov cinayət məsuliyyətinə cəlb edilib. Amma sahə rəisi həbs edilməyib, məhkəməyə qədər onun barəsində başqa yerə getməmək haqda qəti imkan tədbiri seçilib. Hazırda prokurorluqda toplanmış materiallar baxılması üçün Nərimanov rayon məhkəməsinə göndərilib. Uşaqlar dediyimizi yox, etdiyimizi təkrarlayırlar. Bəzi valideynlərin məsuliyyətsiz davranışı məktəb ətrafı yollarda azyaşlılar üçün ciddi təhlükə yaradır. Övladını məktəbə aparıb geri dönən çoxları piyada keçidindən istifadə etmir, işıqfora məhəl qoymur və bununla uşaqlara yanlış nümunə göstərir. Bu cür davranışlar azyaşlıların tək olduqları zamanda eyni qayda pozuntularını təkrarlamasına, nəticədə isə təhlükəli situasiyaların yaranmasına səbəb olur. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Sumqayıt şəhəri arasında yerləşən Sokarın etilen polietilен zavodunda açıq texnoloji qurğularda yanğınların söndürülməsi mövzusunda yanğın taktiki təlim keçirilib. Göyçay rayonunda yerləşən evlərin birindən oğurluq edilib. Naməlum şəxs mənzildə olan 7.000 manatdan artıq pul vəsaitini tallayaraq ələ keçirib. Rayon polis şöbəsinin əməkdaşlarına həyata keçirdikləri əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum edilmiş 29 yaşlı Elşən Fərzəliyev saxlanılıb. Araşdırmalarla Elşən Fərzəliyevin rayon ərazisində yerləşən daha 2 evdən də oğurluq etdiyi müəyyən olunub. Çexiyanın České-Budějovice bölgəsində Zlivi-Divčice xəttində sərnişin qatarlarının toqquşması nəticəsində təxminən 40 nəfər yaralanıb.
Vyetnamın mərkəzində leysan yağışları və daşqınlar nəticəsində ölənlərin sayı 26-ya çatıb. Daha 5 nəfər itkin düşüb. 43 mindən çox ev, 10 min hektardan çox çəltik və digər əkin sahələri su altında qalıb. 6500-dən çox malqara və ev quşu tələf olub və ya sel aparıb. Regionda 553 mindən çox evdə elektrik enerjisi kəsilib. Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün nəqliyyat vasitəsinin sürücüsü Vurğun Əlizadə saxlanılıb. Sənədləri yoxlanılan zaman sürücülük hüququ olmadığı müəyyən edilən həmin şəxsin hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Vurğun Əlizadənin psixotrop maddə qəbul etməsi müəyyən edilib. Dörd yaşlı Azərbaycanlı Wunderkind 100-ə yaxın ölkənin bayrağını tanıyır. Balaca, amma artıq çoxlarının tanıdığı müsahibimiz Firudin Tarverdiyev Quba şəhərində yaşayır. O, Space televiziyasının müxbiri Emin Vaqifoğlu'nun ilk övladıdır. Firudinin 4 yaşı var, amma yaşıdlarından öz istedadı və hərəkətləri ilə fərqlənir. Atası Emin deyir ki, o 3 yaşından dünyanın bir çox ölkələrinin bayrağını tanıyır. Hazırda isə 100-ə yaxın ölkənin bayrağını ayırd edə bilir. Onun istedadı bununla bitmir. Firudin avtomobillərin markasını, dünyanın məşhur futbolçularının adını bilir. Kanada. Aha. Yunanistan. Gözü biraz tarafı. Aha, Yunanistan. Cumhuriyet Koreya. Aha. Meksika. Aha. Portugalya. Aferin. Fransa. Hindistan. Aha. Filistin. Türkiye. Ala. Göytepe Sərhəd Dəstəsinin xidmət ərazisində İran İslam Respublikasından uçuş aparatı vasitəsilə narkotik vasitənin Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb. Əməliyyat qoşun tədbirləri nəticəsində ümumi çəkisi 33 kiloqram 345 qram narkotik vasitə və 6758 ədəd narkotik tərkibli metadon M40 həbi aşkar olunaraq götürülüb. Binəqədi rayonunda yerləşən sığınacaqda ölüm hadisəsi baş verib. Hadisə noyabrın 19-u saat 12 radələrində Matadrom qəsəbəsinin ərazisində yerləşən Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sığınacağında qeydə alınıb. Belə ki, orada yaşayan 16 yaşlı Şəmkir rayon sakini Nurcan Elşad qızı Cəfərova sığınacağın 4-cü mərtəbəsinin pəncərəsindən yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Nurcan Cəfərova bir neçə saat sonra vəfat edib. Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Bakı şəhərində mobilliyin inkişaf etdirilməsi, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, bütün hərəkət iştirakçılarının rahatlığı və təhlükəsizliyinin təmin olunması məqsədi ilə daha bir layihə icra edilir. Layihəyə əsasən Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa keçid təşkil edilir. Təhlillərin nəticəsinə əsasən İnqilab İsmayılov küçəsinin Zığ şosesi ilə kəsişməsində Zığ qəsəbə sakinlərinin yola birbaşa çıxışını təmin etmək məqsədi ilə dəmir konstruksiyalı ara kəsmələr götürülərək işıqforların quraşdırılması ilə nizamlanan yol kəsişməsi yaradılır. İnqilab İsmayılov küçəsinə daxil olmaq istəyən nəqliyyat vasitələri Hövsan şosesindəki dairəyə kimi 5,5 kilometr izafi nəqliyyat yürüyüşü etməklə, yaxud Gəncə prospektində yaşayış binalarının daxili yollarından istifadə edir. Bu da həmin yolların yüklənməsinə səbəb olur. Layihəyə əsasən Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa keçid təşkil edilir.
Təhlillərin nəticəsinə əsasən İnqilab İsmayılov küçəsinin Zığ şossesi ilə keçişməsində Zığ qəsəbə sakinlərinin yola birbaşa çıxışını təmin etmək məqsədi ilə dəmir konstruksiyalı arakəsmələr götürülərək işıqforların quraşdırılması ilə nizamlanan yol keçişməsi yaradılır. Layihənin icrası ilə ərazidə nəqliyyat vasitələrinin hərəkəti asanlaşacaq. Nərimanov rayonu Fətəlxan Xoyski küçəsində yaşayış binası qəzalı vəziyyətdədir. Binanın tavanı uçmaq üzrədir. Qaynar xəttimizə göndərilən videonu izləyək. Bu bina gördüyünüz kimi tam qəzalı vəziyyətdədir. Sakinlər tərəfindən binanın tavanına nəzər yetirək zəhmət olmasa. Binanın tavanına nəzər yetirək, yəni binanın tavanı demək olar ki, yoxdur. Ümumiyyətlə demək olar ki, yoxdur. Yəni sakinlər tərəfindən dəfələrlə müvafiq qurumlara müraciət olunmasına baxmayaraq bugünə qədər yəni ki heç bir tədbir görülməyib, yəni ki bir neçə gündür ki ümumiyyətlə suyun verilişi dayanıb burada. Yəni insanlar sudan istifadə edə bilmirlər. Yəni bina tam qəzalı vəziyyətdədir. Yəni az qəzalı deyil, tam qəzalı vəziyyətdədir bu bina. Azərbaycanda daha bir müəllif hüququnun pozulması ilə bağlı məhkəməyə müraciət edilib. Bəstəkar müğənni Pərviz Mahmudov bəstəsinin reklam çəkilişində icazəsiz istifadəsinə görə müğənni Günay İbrahimlidən yüksək məbləğdə qonorar tələb edir. Müəlliflik hüququnun mənimsənilməsi, yalan məlumat verilməsi və əsərin həqiqi müəllifinin adının gizlədilməsi qanun qarşısında ciddi məsuliyyət doğurur və bəstəkar Pərviz Mahmudov ona dəymiş mənəvi zərərə görə 55 min manata qədər kompensasiya təyin edilə bilinəcəyini deyir. Dəlisiyəm gecənim. Ağcabəddə baş verən ağır yol qəzası 2 nəfərin ölümü, 1 nəfərin isə ağır yaralanması ilə nəticələnib. Hadisə Mingəçevir Bəhrəmtəpə avtomobil yolunun rayonun Qaradolaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan Qazel markalı yük maşını Vaz 21005 markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində Vazın sürücüsü 41 yaşlı Orxan Vəliyev hadisə yerində həlak olub. Avtomobildə olan sərnişinlər sürücünün həyat yoldaşı Türkan Vəliyeva və əmsi oğlu 53 yaşlı Elsevər Vəliyev Ağcabədi rayon mərkəzi xəstəxanasına çatdırılıb. Elsevər Vəliyev dərhal əməliyyata götürülsə də əməliyyatdan sonra xəstəxanada dünyasını dəyişib. Qida Təhlükəsizliyi Agentliyi Nizami rayonun 8-ci kilometr bazarında monitorinqlər aparıb. Aparılan son monitorinqlər göstərir ki, ərzaq bazarlarında sanitar-gigiyenik tələblərə əməl olunmur. Antisanitar vəziyyət insan həyatı və sağlamlığı üçün real təhlükə mənbəyidir. Bazarda yüksək risk qrupuna aid olan ət, toyuq, balıq, süd məhsulları alıcıya təhlükəli şəkildə müvafiq saxlama, temperatur rejiminə əməl edilmədən təqdim olunur. Açıq şəkildə soyuducu olmadan satılan ağartı məhsulları, natəmiz şəraitdə kəsilərək satışa həyata keçirilən ət və ət məhsulları, balıqlar, turşular və digər qida məhsullarının istehlakı ciddi xəstəliklərin yaranmasına birbaşa səbəb ola bilər. Məhsullar açıq havada, tozun və çirkli səthin üzərində vətəndaşlara təqdim edilir ki, bu da qida təhlükəsizliyi tələblərinin kobud şəkildə pozulması deməkdir. Min bir zəhmətlə kəndinin yetişdirdiyi, hazırladığı məhsul təzə, faydalı ola bilər. Amma heç bir standartlara cavab verməyən bazarda bu qida məhsullarının normalara uyğun satışı təmin edilmirsə, heç bir faydadan söhbət gedə bilməz. Məsuliyyəti isə birbaşa bazar rəhbərliyi daşıyır. Bazar rəhbəri kəndinin əməyindən sui-istifadəyə yol verməməlidir. Bazar rəhbərinin işi təkcə piştaxtanı kiraya vermək deyil, eyni zamanda alıcıya məhsulu tam təhlükəsiz şəkildə təqdim etmək üçün müvafiq şərait yaratmaqdır. Qida Təhlükəsizliyi Agentliyi bazar rəhbərlərini məsuliyyətə dəvət edərək xəbərdar edir ki, ərzaq bazarlarında yenidən qurma işləri görülməli. Satış obyektləri gigiyenik qaydalara tam uyğunlaşdırılmalı, tullantılar vaxtında təmizlənməli, məhsulların düzgün şəraitdə saxlanması və satışı təmin olunmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Ağdam rayonunun Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərinə köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir. Həmin sakinlərdən artıq 1154 şəxs məşğulluq tədbirlərinə cəlb olunub. 1119 nəfərin rayon ərazisində məşğulluğu təmin edilib. 35 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib.
Xəbər ziyafətimiz yekunlaşdı. Yenidən görüşərik, vədimizə sadiq olaq.